Salam dostlar. Bugün sizə mənə ən çox verilən suallardan birinin cavabını praktik olaraq göstərmək istəyirəm. Çoxları soruşur. Bildirçini həyətdə sərbəst saxlamaq olar? Qaçıb getmir, həyətdə it olsa problem yaradır. Məhz buna görə 15 gün əvvəl 4 ədəd bildirçini həyətdə sərbəst buraxdım. Və bu müddət ərzində onların davranışını hər gün müşahidə etdim. İndi isə gəlin nəticəyə birlikdə baxaq. Gördüyünüz kimi həyətimiz kifayət qədər genişdir. Burada gündəlik hərəkət də var, it də var. Buna baxmayaraq bildirçinlər qısa müddətdə yeni mühitə uyğunlaşdılar və özlərini rahat hiss etməyə başladılar. Ən maraqlısı isə odur ki, yumurtlama vaxtı gələndə elə bir yerdə yumurta qoyublar ki, açığı mənim də ağlıma gəlməzdi. Bu onu göstərir ki, bildirçin özünü təhlükəsiz hiss etdiyi yeri seçir. Bu 15 günlük müşahidə ərzində bir şey də gördüm. Əgər quşları tez-tez narahat etməsəniz və onlara sakit mühit yaratsanız, qorxular xeyli azalır. Vaxt keçdikcə həyətə öyrəşirlər, yemlərini rahat yeyirlər, kölgəli yerlər seçirlər və özlərini daha sərbəst aparırlar. Amma bunu da qeyd edim ki, hər həyət eyni deyil. Mənim paylaşdığım nəticə yalnız bizim təsərrüfatda apardığımız 15 günlük sınağın nəticəsidir. Həyətdə yırtıcı quşlar, pişiklər və digər təhlükələr varsa, mütləq bunları da nəzərə almaq lazımdır. Mən bu videoları sadəcə məhsul göstərmək üçün yox, öz təcrübəmi sizinlə bölüşmək üçün hazırlayıram. Çünki bilirəm ki, bir çox insanın ağlında eyni suallar var və bəzən onların cavabını praktik olaraq göstərmək faydalıdır. İndi isə söz sizdədir. Bildirçinlə bağlı sizi ən çox hansı mövzu maraqlandırır? Həyətdə saxlanılması, yemlənməsi, yumurtlaması, cücə çıxışı, qəfəs sistemi, xəstəliklər və profilaktika. Şərhlərdə yazın. Ən çox maraq göstərilən mövzular haqqında ayrıca video hazırlayacağım. Dəstəyiniz üçün hər birinizə təşəkkür edirəm. Belə real təsərrüfat videolarının davam etməsini istəyirsinizsə, videonu bəyənməyi, paylaşmağı və Orfa Farm səhifəsini izləməyi unutmayın. Çox sağ olun. Baxdığınız üçün təşəkkür edirəm.